Mən ət almağa çıxmaq istəyirəm, mənim qılçam xəstədir. Hardan gedib mən oradan çıxıb ət alım, məsələ nə? Ağaclara soyqırım tətbiq edirlər. 50 illik pilləkəni bir gecədə söktülər, buranı viran qoydular. Bir müddət əvvəl barometrin qaynar xəttinə Xətai rayonu Gəncə prospekti 25-də yaşayan sakinlər müraciət ediblər. Onlar bildirmişdilər ki, onların binaların ətrafı zəbt olunub və gəliş-gediş insanlar üçün rahat deyil. Gördüyünüz kimi gəliş-gediş üçün olan pilləkəni də söküblər və binanın ətrafını da zəbt ediblər. Burada uzun illər heç nə tikilməyib, yalnız bunlar Həyat Rezident şirkəti hesab edir ki, burada nəsə tikmək olar. Ancaq burada nəsə tikilmək o deməkdir ki, gələcəkdə bizi faciə ilə üz-üzə qoymaq deməkdir. Hansı istiqamətə açsa o bina, fərqi yoxdur. Ya sol tərəfə açsa bizim binadır, qabağa açsa 25-ci binadır, sağ tərəf uşaq bağçasıdır, arxa tərəf magistraldır, bir də 28-ci binadır. Hansı səmtə yıxılsa bu fəlakətlə nəticələnəcək. Baxın, 47 ilin pilləkənidir, təsəvvür edin. Özü strateji əhəmiyyətli bir pilləkəndir. 2 magistral yolu birləşdirən pilləkəndir. Təsəvvür edin, 2 magistral yolu birləşdirən pilləkəndir. Söküblər, gecə ilə söküblər. Özü hər yeri bağlamışdılar, indi açılıb bura, hər yer bağlanmışdı. Ağaclara soyqırım tətbiq edirlər. Bir təbiətə hansı formada divan tutmaq mümkündürsə, hamısından istifadə edirlər. Hamımız buranı özümüzün, obamız, elimiz bilirik. Xeyrimiz, şərimiz hamısı bir yerdə. Biz nə günah eləmişik ki, bu boyda Bakıda yer tapılmadı. İmenli gəldilər, bu daşı qayanı tapdılar. Qulağımıza çatır ki, bunlar binaların hamısı filandadır. O kimdir ki, bu Azərbaycanın böyüyü var. Deyib alınıb bunlar, burada 3 bina tüküləcək, sonra hamının bir-bir evlərinə gələcəklər, hamısı filandadır. Hansı dünyada görükür bu? Öz başınalıq bu qədər. Mən ət almağa çıxmaq istəyirəm, mənim qılçam xəstədir. Hardan gedib mən oradan çıxıb ət alım, məsələ nə? Qoxu məqdama yuxarıda mən onları görə bilmirəm. Buna bir dənə çarə, bir dəfə gəldilər, 2 dəfə gəldilər, 3 dəfə. Nüceyli səs yoxdur burada ki, səsini eşidələr. Hara gedək? Bunlar bir gecənin içində buranı hasarladılar. 50 illik pilləkəni bir gecədə söktülər, buranı viran qoydular. Mənim nəvələrim 48 nömrəli məktəbdə oxuyur. 3-cü sinifdə oxuyur biri. Mən onu hardan aparım? Gedib fırlanıram o tərəfdən. 2 kilometr, 3 kilometr çıxıram mən maşın yoluna çıxıram. 10 yaşında uşağı maşın yolundan məcburam aparmağa. 2-3 kilometr fırlanıram, gətirirəm, aparıram məktəbə. Burada bir 3000 nəfər adam yaşayır. Bu yoldan istifadə edirik. Bu yol 2 magistral xətti birləşdirən bir yoldur. Yəni bu yolu bunlar xahiş edirik prezidentimizdən, Mehriban xanımdan. Bu yolu bərpa elətdirsinlər. Cənab Prezident məmurlarla çıxış eləyəndə xalqa müraciət elədi ki, sizi məmurlar, iş adamları, mənim vətəndaşımı incidəndə birbaşa mənə şikayət eləsinlər. Mən də birbaşa Cənab Prezident sizə şikayət edirəm. Binalarımızın bu 5 binanın sakini adından sizə şikayət edirəm. Sizdən xahiş edirəm. Bizim səsimizə səs verin. Bizim səsimizə heç bir məmur, mən deputatla da görüşmüşəm. Hamısı ilə nə qədər adamlarla görüşmüşük. 3 ildir biz hər idarəni aşmadığımız idarə yoxdur. Ancaq bizim səsimizi eşidən yoxdur. Qeyd olunan şikayətlə bağlı Həyat Rezidensiya MMC-nin direktoru Miralə Ağayeva bildirdi ki, Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən torpaq sahəsi yaşayış binalarının tikintisi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11.06.2021-ci il tarixli sərəncamı ilə icarə əsasında istifadəyə verilmişdir. Bu torpaq sahəsinin əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrdən çıxarışı da var. Sahədəki mövcud pilləkən qəza vəziyyətində olduğundan vətəndaşların təhlükəsizliyi üçün müvəqqəti olaraq ləğv edilmişdir. Tikinti başa çatdıqdan sonra pilləkən yenidən bərpa olunacaq və gediş-gəliş daha rahat olacaq. Bizə ayrılmış torpaq sahəsi hasarlanmadığı dövrdə ağacların yandırılması, həmçinin kəsilməsi faktı baş vermişdi. Hadisə təxribat xarakterli və qəsdən törədilmişdi. Ekologiya İdarəsi tərəfindən məsələ araşdırılıb və şirkətimizə küllü miqdarda cərimə tətbiq edilib. Layihənin yekunlaşmasından sonra əraziyə park, uşaq əyləncə meydançaları və yaşıllıqlar salınacaq.
Təxminən 250-300 ədəd ağac əkiləcək. Vətəndaşların asudə vaxtlarının səmərəli istifadəsi təmin olunacaq.